Şəxslər, hər birinizi salamlayıram. Mən Aygün Əmirova bu gün sizə müəlliminiz olaraq 6-cı sinifin monitorinq sınaq imtahanından bir sınağımızın izahını verəcəyəm. Demək uşaqlar, gəlin birinci mən onu sizə deyim ki, 6-cı sinifin sınaq imtahanı demək olar mətn üzərində qurulmuşdu. Yəni 6-cı sinifin monitorinq imtahanı mətn üzərində qurulmuşdu Azərbaycan dilindən. Ona görə mətn üzərində işləməyi hər bir şagirdimiz bilməlidir. Oxuyub anlamaq vacib şərtlərdən biridir. Gəlin sizinlə birlikdə bu gün bu mətni oxuyaq, aydınlaşdıraq. Deməli, mətnimiz belədir. Günlərin bir günü iki mələk göylərdən enərək yerdə gecələməyə qərar verirlər. Qapısını döydükləri ilk evin sahibi varlı adam olsa da, onları könülsüz qəbul edir. Evdə yox, soyuq zirzəmidə gecələyə biləcəklərini bildirir. Ac halda yatmağa hazırlaşarkən mələklərdən yaşca böyüyü zirzəminin divarında dəlik görür. Tez oradakı daşı düzəldərək oranı süvayır. Kiçik yaşlı mələk ondan soruşanda ki, niyə elə etdin? O cavab verir, həyatda heç də hər şey göründüyü kimi deyil. Ertəsi gün mələklər bir kasıb ailənin evində gecələməli olurlar. Ev yiyəsi onları hörmətlə qarşılayır. Evin ən rahat otağını onlara verir. Ev sahibəsi isə yeganə inəklərindən sağdığı süddən sıyıq bişirərək onların qabağına qoyur. Yeməkdən sonra hamı yatır. Səhər duranda görürlər ki, ailənin yeganə gəlir mənbəyi olan inək ölüb. Azyaşlı mələk deyir, sən nəyə görə bizi soyuq zirzəmidə ac yatızdıran ailənin divarını suvadın? Bizə xoş üz göstərib, yedirdən ailənin yeganə inəyinin ölməsinə razı oldun. Məgər bu ədalətdirmi? Yaşlı mələk cavab verir. Axı mən demişdim ki, həyatda heç də hər şey göründüyü kimi deyil. İlk dəfə gecələdiyimiz evin zirzəmisinin divarında bir küp qızıl gizlədilib. Mən divarı suvadım ki, ev sahibi onu tapıb biraz daha arınlaşmasın. Dünən gecə isə ölüm mələyi Əzrail kəsib ailənin sahibəsinin dalınca gəlmişdi. Mən ondan xahiş etdim ki, qadının əvəzinə inəyi aparsın. İndi görürsən ki, həyatda heç də hər şey göründüyü kimi deyil. Gəlin indi baxaq. Deyir ki, mətnə əsasən 1-ci və 5-ci sualları həll eləyək uşaqlar. 1-ci sualı oxuyuruq. Mətnlə bağlı səhv fikri müəyyən edin. Varlı adam mələkləri könülsüz qəbul eləyir. Bu, əlbəttə ki, doğrudur. Oxuyanda başa düşürdük. B variantı. Yaşca kiçik mələk divardakı dəliyi suvayır. Xeyr, uşaqlar, biz oxuduq ki, böyük mələk divardakı dəliyi suvayır. Deməli, elə səhvimiz də B variantıdır. Sonra keçirik test 2-yə. Fərqləndirilən söz barədə düzgün fikirləri seçin. Biz birinci burada fərqləndirilən sözü tapmalıyıq. Fərqləndirən sözümüz qapısını sözüdür. Qapısını sözü də qara hərflərlə fərqləndirilib. İndi gəlin oxuyaq. Yalnız qapalı saytlar iştirak edir. Qapısını sözünə baxanda uşaqlar biz görürük ki, A bizdə açıq saytdır. Ona görə A variantımız səhvdir. Bizə deyir düzgün fikirləri müəyyən edin. Sonra tərkibində bir leksik, bir qrammatik şəkilçi var. Gəlin qapısının sözünü təhlil eləyək. Qapı sözün köküdür. Qapısı bir şəkilçidir, qapısını da bir şəkilçidir. Uşaqlar, burada hər iki şəkilçimiz I şəkilçisidir. Qapısız şəkilçindəki S-dakı S da bitişdiricidir, N-dakı N da bitişdiricidir. Ona görə birinci I şəkilçimiz mənsubiyyət, ikinci I şəkilçimiz isə təsirli halın şəkilçidir. Yəni, hər ikisi nədir? Qrammatik şəkilçidir. Ona görə B variantımız da səhvdir. C-yə baxaq. Başlanğıc forması qapısı sözüdür. Həm mənsubiyyət, həm də hal şəkilçisi işlənmişdir. Gəlin baxaq. Başlanğıc forması qapısı sözdür. Uşaqlar, biz bilirik ki, başlanğıc forma necədir? Ancaq leksik şəkilçiyə qədər olan hissə başlanğıc formaya daxildir. I şəkilçimiz, yəni S şəkilçimiz burada qrammatik olduğuna görə bu da səhvdir. Keçirik D variantına. Həm mənsubiyyət, həm də hal şəkilçisi işlənmişdir. Bəli, uşaqlar, mən bunun izahını B variantını oxuyanda dedim. Həm mənsubiyyət, həm də hal şəkilçisi işlənmişdir. Bu düzdür. Cavabımız D variantıdır. Baxaq, keçək test 3-ə. Deyir, altından xətt çəkilən cümlə barədə səhvi müəyyən edin. Gəlin baxaq A variantına. Cümlədə üçüncü şəxsə məxsus şəxs əvəzli iştirak edir. Uşaqlar, gəl birinci altından xətt çəkilmiş cümləni tapaq mətndə. Cümləmiz belədir. Ev yiyəsi onları hörmətlə qarşılayır, evin ən rahat otağını onlara verir.
Yəni bu hissəyə qədər olan hissəni bizdən istəyir. Deyir, cümlədə üçüncü şəxs məxsus şəxs əvəzliyi iştirak edir. Biz bilirik ki, üçüncü şəxsin şəxs əvəzliyi nədir? O və onlardır. Gəlin baxaq görək var. Ev yiyəsi onları hörmətlə qarşılayır. Bəli, onları sözü olduğuna görə bu düzgündür. Bizdən səhv istəyir. B variantı. Birinci söz qeyri-müəyyən yiyəli hallı isimdir. Birinci söz qeyri-müəyyən yiyəli hallı. Uşaqlar, biz bilirik ki, hallarımız iki qrupa bölünür. Müəyyən və qeyri-müəyyən. Müəyyən odur ki, əgər ismin üzərində hal şəkilçisini görürüksə bu müəyyəndir, görmürüksə bu qeyri-müəyyəndir. Bizdən də nə deyir? Deyir, qeyri-müəyyən yiyəli hallı. Yiyəli halımızın şəkilçisi ın, in, un, ündür və burada ev yiyəsi onları hörmətlə qarşılayır deyirsə, evin yiyəsi onları hörmətlə qarşılayır. Bəli, bərpa eləmək mümkündür. Deməli, elə cavabımız, düzgün cavabımız da budur və bizdən səhv istəyir amma. Ona görə B variantı da getdi. Keçirik C-yə. Deyir, hörmətlə sözü quruluşca düzəltmə sifətdir. Birinci, gəlin uşaqlar, hörmətlə sözünü hörmətlə qarşılayır. Necə qarşılayır? Sual verək. Burada nəyə aiddir uşaqlar? Qarşılamaq nədir? Hərəkətdir. Biz bilirik ki, necə sualına cavab verən və hərəkətə aid olan sözlərimiz nədir? Zərfdir. Burada sifət yox, bizim hörmətlə sözümüz zərfdir. Gəlin, indi onun düzəltmə olub-olmadığına baxaq. Sözümüzün kökü hörmətdir, nə isimdir və hörmətlə necə lalə şəkilçinin köməyi ilə nə yaranıb? Zərf yaranıb. Amma bizə deyir ki, sifətdir. Biz bilirik ki, zərflərimiz hərəkətə, sifətlərimiz isə ismə aid olur. Yəni, burada hərəkətə aid olduğuna görə zərfdir və bizdən də səhv istədiyinə görə elə cavabımız C variantıdır. Gəlin baxaq D-yə. Yiyəsi mənsubiyyət şəkilçili isimdir. Yiyəsi, evin yiyəsi, bəli. Evin yiyəsindəki yiyə sözün köküdür. Si isə mənsubiyyət şəkilçisini qəbul edib, yəni i mənsubiyyət şəkilçisidir, s bitişdiricidir. Bu düzgündür. Bizdən səhv istədiyinə görə cavabımız C variantı. Gəlin baxaq 4-ə. Deyir, yaşca böyük mələyin etdiklərinin səbəbi hansı variantda düzgün görülüb? Göstərilib. A variantı. Varlı ev yiyəsinin daha da varlanmasını, kasıb ev yiyəsinin də ölməyini istəmirdi. Əlbəttə, bu doğrudur. Elə bizdə deyirdi ki, varlı ev yiyəsinin daha da varlanmasını istəmirdi, ona görə qızılın üstünü örtdü. Kasıb ev yiyəsinin də ölməyini istəmirdi, inəyin ölümü ilə bunu belə deyək, yəni inəyin ölümünə razı oldu ki, ev yiyəsi ölməsin. Bu düzgün cavabımız. Elə A-nı düzgün cavab olaraq götürürük. Oxuyaq o birləri. Yer üzündə gözəl gün keçirmək istəyirdi. Belə bir mövzu yoxdur testdə. Yaşca kiçik mələyə dərs vermək istəyirdi. Bununla bağlı hər hansı bir cümləmiz yoxdur bizim mətndə. Etdiklərinin heç birinin mənası, izahı yox idi. Xeyr, izahı var idi, yaxşılıq edirdi və ona qarşı göstərilən münasibətə elə o cürdə münasibət göstərirdi. Ona görə keçirik test 5-ə. Deyir, mətnin məzmunu ilə bağlı olan fikri müəyyən edin. Mətnin məzmunu ilə bağlı olan fikri müəyyən edin. Saxla samanı, gələr zamanı. Örtülü bazar dostluğu pozar. Yaxşılıqda pisdən qorunmaq mümkün, dünyada yaxşılıq hər şeydə üstün. D variantı ot kökü üstə bitər. Uşaqlar, biz bilirik ki, burada əsas məqsədimiz nədir? Əsas məqsədimiz bizim burada qarşılıqlı, yəni hər şeyin qarşılıqlı olması. Onlara qarşı necə münasibət göstərirdisə evyələri, mələklər də o cür münasibət bəsləyirdilər evyələrinə və mətnin məzmunu elə yaxşılığa yaxşılıqdır, belə deyək, yəni münasibətin qarşılıqlıdır. Deyir, saxla samanı, gələr zamanı. Xeyr, bu bizim mətnimizə heç bir aidiyyəti yoxdur. Örtülü bazar dostluğu pozarında heç bir mətnə aydınlığı yoxdur. Yaxşılıqda pisdən qorunmaq mümkün. Dünyada yaxşılıq hər şeydən üstün. Elə cavabımızı bu olaraq götürürük. Yaxşılıqla pisdən qorunmaq mümkün. Nə baş verdi? Yaxşılıq elədi kasıb. İnsan və ev yiyəsinin ölməsinin qarşısını aldı mələklər. Deyir, yaxşılıqla pisdən qorunmaq mümkündür. D variantında ot kökü üstə bitərin mətnimizlə heç bir əlaqəsi yoxdur. Keçirik test 6-ya.
Deyir amonim sözlər. Uşaqlar, biz bilirik ki, mənim izahlarıma da keçsəz, amonimlər haqqında izahım var, onu görə bilərsiniz. Bilməyən şagirdlərimiz dərsə qulaq asıb, yenidən testə qayıda bilər. Uşaqlar, amonim sözlər dedik ki, yazılışı ilə deyilişi eyni, amma müxtəlif leksik mənaları olan sözlərdir. Birincidə min sözü amonimdir. Həm min saydı, həm də ata minmək, maşına minmək anlamında biri götürürük. Alma sözü bilirik ki, amonim olmur. Çünki alma şəkilçi, yəni qrammatik şəkilçisinin köməyi ilə ola bilsin. Alma meyvəsi və alma feili ola bilər, düşünər uşaqlar. Amma qrammatik şəkilçisinin köməyi ilə eyniləşib deyə alınmır. Üçüncüdə kök sözü amonimdir uşaqlar. Kök həm insan olur, necə sualına cavab verir, keyfiyyət bildirir və bizim yediyimiz kök var. Bilirsiniz, çuğundur kök, yəni bu da bizim amonimimizdir. 1 ilə 3 cavabını hələ ki götürürük. Mətin sözü amonim deyil uşaqlar. Biz mətin sözünlə qarışdıra bilərik. Burada hərf fərqliliyi var. 5-də biçin sözü yenə amonim deyil. Çünki həm biçin, leksik, biçin sözü isim olanda leksik şəkilçinin köməyi ilə yaranır. Biçin feil olanda isə uşaqlar qrammatik şəkilçinin köməyi ilə eyniləşir. Ona görə olmaz. Və at sözü də amonimdir. Çünki atmaq feili var və at heyvan var. Ona görə cavabımız 1, 3, 6. Baxaq görək hansı variantdır? D variantı imiş. Sonra keçək test 7-yə. Deyir, hansı cümlələrin xəbəri frazoloji birləşmə ilə ifadə olunmayıb? Frazoloji birləşmələr bilirsiniz ki, uşaqlar, dilimizdə hazır şəkildə olan birləşmələrdir. Mütləq məcazi mənası var. Frazoloji birləşmələri dəyişmək olmaz, yəni sabit söz birləşmələrdir. Gəlin baxaq. Deyir ki, hansı cümlənin xəbəri? O iki dost hər zaman can deyib can eşidirdilər. Can deyib can eşitmək frazoloji birləşmədir. Gəlin bunun xəbər olub olmadığını aydınlaşdıraq. Deyir, kim can deyib can eşidirdi? Dost. Hansı dostlar? İki dost. Hansı dostlar? O. Sonra hər zaman nə vaxt eşidirdi? Hər zaman nə edirdi? Can deyib can eşidirdilər. Bəli, elə cavabımız A variantıdır, amma o biri variantları da dəqiqləşdirmək üçün fikrimizi baxaq. İfadə olunmayıb. Deməli, A variantı da ifadə olunub. Keçirik B-yə. Mərdanı görəndə cin atına minirdilər. Bəli, uşaqlar, cin atına minmək frazoloji birləşmədir. Nə edirdilər? Cin atına minirdilər. Bu bizim xəbərimizdir. B variantında da frazoloji birləşmədir. Baxaq C-yə. Onun bu hərəkətindən hamımız təngə gəlmişdik. Bir də D variantında ehtiyacı olanlara hər zaman kömək etməliyik. Uşaqlar, biz bilməliyik ki, etmək, olmaq, bilmək, qılmaq sözlərin köməyi ilə frazoloji birləşmə yarana bilməz. Yəni, D variantındakı kömək etməliyik sözü tərkibi feildir. Kömək etmək heç vaxt frazoloji birləşmə olaraq qəbul olunmur. Ona görə elə ifadə olunmayıb dediyinə görə cavabımız da D variantıdır. Keçək test 8-ə. Qəhərlənmişdir sözünün tərkibində işlənib. Deməli, 1 A variantın, gəlin birinci qəhərlənmişdir sözünü təhlil edək, sonra variantlara keçirik. Uşaqlar, sözümüzün kökü qəhərdir. Qəhər insanı kədər anlamını bildirir də, yəni qəhər boğdu. Yəni, pis olduğu, keyfi əhvalı pozulduğu anlamındadır. Sözümüzün kökü qəhərdir. Qəhərlənmək sözü yaranır qəhər sözündən. Uşaqlar, lan-lən şəkilçisini yadımızda saxlamalıyıq ki, la ayrı, n ayrı kimi 2 dənə şəkilçi kimi də təhlil eləmək olar. Bir yerdə də təhlil eləmək olar. Amma baxır sözün mənasına. Dilimizdə qəhərləmək sözü olmadığına görə lan-lən şəkilçisini mən burada bütöv olaraq götürəcəm. Qəhər sözündən qəhərlənmək yaranır. Qəhər sözün kökü, lən leksik şəkilçimiz. Miş həmişə qrammatikdir uşaqlar, dir isə qrammatikdən sonra dir gəlir, xəbərli şəkilçisi, o da qrammatikdir. Nə oldu onda demək? Sözün kökü, lən bir leksik şəkilçi və 2 dənə qrammatik şəkilçi. Elə A variantımız bizim düzgün cavabımızdır. Keçirik 9-a. Adlı xallı isimlə başlayan cümləni müəyyən edin. Test 9-da deyir ki, boyunbağısı onun boynuna çox yaraşırdı.
Adlı hallı isim. Biz bilirik ki, adlı hal üzərində heç bir hal şəkilçisi qəbul etməyən sözlərə, sonra üzərində mənsubiyyət şəkilçisi olan, xəbərlik şəkilçisi olan sözlər də, isimlər də adlı halda sayılır. Gəlin baxaq. Boyunbağısı onun boynuna çox yaraşırdı. Burada uşaqlar, biz boyunbağısı sözündəki sı şəkilçisini görsək də, yadda saxlamalıyıq ki, burada onun boyunbağısıdır. Yəni, buradakı boyunbağısı sözü uşaqlar, sı şəkilçisi mənsubiyyət şəkilçisidir və biz bayaq da dedik ki, mənsubiyyət şəkilçisi qəbul etmiş sözlər də adlı halda sayılır, əgər üzərində heç bir hal şəkilçisi yoxdursa. Və bizdən də isim deyir, eləmi? Bəli, boyunbağı da isimdir. Cavab hələ ki bu görünür. Gəlin o birlərə də baxaq. Biz həmişə onu dəstəkləyirik. Biz uşaqlar adlı halda olsa da bu isim deyil, yadınızda qalsın, əvəzlikdir. Səhər atamla kəndə yola düşdük. Nə vaxt atamla kəndə yola düşdük uşaqlar? Səhər sözü bizə isim kimi görünsə də burada zərfdir. Deyilənləri və edilənləri heç zaman unutma. Nəyi unutma? Buradakı uşaqlar nəyi sualına cavab versə də, deyilənlər deməli fe'li sifətdir və bizdən də isim istədiyinə görə elə cavabımız A variantı olacaq. Keçirik test 10-a. Ümumişlək olan sözləri müəyyən edin. Uşaqlar, ümumişlək sözlər necə sözlərə deyilir? Hər kəs tərəfindən eşidildiyindən də başa düşülən, hər bir yaş kateqoriyasının başa düşdüyü, hər bir elm sahəsinə məxsus olan, sadədən hər an belə deyək də, ən böyük vəzifəyə, ən böyük elmə sahib olan insanların belə başa düşdüyü sözlər ümumişlək, yəni məişətdə istifadə elədiyimiz sözlərdir. Gəlin baxaq. Bir də var köhnə sözlər. Köhnə sözlər isə artıq yaddan çıxmış. Yəni, o sözü eşidəndə başa düşmədiyimiz, mənasını bilmədiyimiz sözlərdir. Çünki onlar zaman dəyişdikcə, uşaqlar, zaman dəyişdikcə nə baş verir? Yeni texnologiyalar, yeni, belə deyək də, icadlar olunur və köhnə sözlər artıq köhnə əşyalar istifadə olunmadığına görə yeniləri ilə əvəz olunur və yaddan çıxır. Darğa sözü köhnə sözdür. Çünki hal-hazırda darğa deyə bizim bir, belə deyək də, vəzifə sahibimiz yoxdur. Biri çıxırıq. Elə bir olan variantlarda çıxa bilərsiniz uşaqlar. A variantını çıxdıq. Batman sözü özü keçmişdə nə olub? Miskal və batman ölçü vahidi olub. Amma hal-hazırda bizim elə bir ölçü vahidimiz yoxdur və ümumişlək söz deyil. 2 olan variantlarda çıxa bilərik, yoxdur zaten. Tarla sözünü hər birimiz başa düşürük nədirsə, bu ümumişləkdir. Baqqal, 4-dəki baqqal sözü ümumişlək deyil uşaqlar. Çünki baqqal keçmişdə nə idi? İndi biz mağazalar, univermaqlar deyirik. Keçmişdə baqqal idi o. 4-ü də çıxırıq. Təşbeh sözü, köhnə sözü. Təşbeh uşaqlar ümumişlək deyil, ədəbiyyata məxsus olan termindir. Ona görə terminlərə də aid deyil və 5-i də çıxırıq. 4-ü çıxdıq, 5-i çıxdıq. Bir dənə əlimizdə hələ ki 3 cavabı var. 4 olan variantlardan nəyi silərik? D-ni silərik. 5 olan variantlardan B-ni silərik. Elə D-ni silərik. Bizim elə avtomatik cavabımız görünür. Köhnə sözünü hər kəs başa düşür, igid sözünü də həmçinin. Ona görə cavabımız 3, 6, 7 C variantıdır. Keçək test 11-ə. Deyir, hansı birləşmənin birinci tərəfinə yiyəli hal şəkilçisi əlavə etmək mümkün deyil? Uşaqlar, yiyəli hal şəkilçisi odur ki, qeyri-müəyyən yiyəli hallı sözlər, belə deyək də, sözlərdə bərpa eləmək mümkün olur yiyəli hal şəkilçisini. Gəlin baxaq görək, hansında mümkün deyil. Çiçək qoxusu, çiçəyin qoxusu. Şənbə günü, şənbənin günü, dost sözü, dostun sözü, ana sevgisi, ananın sevgisi. Əlbəttə ki, burada cavabımız şənbənin günü olmayacaq. Çünki şənbəyə məxsus gün deyil ki, həmin gün. Həmin günün adı şənbə günüdür. Ona görə B variantında onu bərpa eləmək mümkün deyil. 12-yə baxaq. Hansı cümlədə sayın yazılışında səhvə yol verilməyib? Sayın yazılışında səhvə yol verilməyib. 2022-ci il onun uğurlarının başlanğıcı oldu. Uşaqlar, yadımızda qalmazdı ki, 2020-ci il yox, in sözü orada olmalı deyil, xət və C yazılmalıdır. A-da səhvimiz var. B-də 10-cuda səhvimiz var. N-cı yox, təhcə C yazılmalıydı. Getdi. 50-ni 5-ə bölmək olur və D variantında da 20-ci əsrin ən gözəl əsərlərindən biri də ölülərdir. Uşaqlar, yadda saxlamaq lazımdır ki,
Roma rəqəmləri ilə, yəni Rum rəqəmləri ilə yazılmış sözlərin qarşısında c yazılmır. Zaten Roma rəqəmi özü tərkibində c-ni barındırır. Yəni mən ona əlavə c-ni yazmağa ehtiyacım yoxdur. D variantı da səhvdir. A-da da, B-də də, D-də də səhvimiz var. Amma C variantında heç bir səhvə yol verilməyib. 13-ə baxırıq. Hansı cümlədə sifət xüsusi ismə çevrilmişdir? Uşaqlar, biz bilirik ki, məsəl üçün, belə deyək də, qoyun baxım görüm, elə bir sözümüz yoxdur. Məsələn, sevil sözü nədir? Sevilmək. Bir, sevilmək anlamında feildir, bir də sevil ad olur da. Bilirsiniz ki, ad olanda xüsusi isimdir. Ad olanda xüsusi isimdir. Ona görə alınmır. Yəni belə deyək də, yəni amma sevil olaraq, yəni o ümumi isim olmur da, başqa nitq hissəsi olur. Sevilmək feili ola bilir. Burada da bizə nə deyir? Sifətin xüsusi ismə çevrilməsindən. Deməli, normalda, yəni adi ümumi olanda ona sifət kimi sual veririk, amma ad olanda xüsusi ismə çevrilir. Gəlin baxaq. Lalə bacı bizim qonşumuzdur. Uşaqlar, burada Lalə gül adıdır. O ümumi olanda isim olur. Xüsusi olanda ad olur. Yəni sifət deyil. Nərgiz müayinə olunmaq üçün xəstəxanaya getdi. Burada Nərgiz sözüdür. Uşaqlar, Nərgiz həm xüsusi isimdir, həm də gül adıdır. Yenə isim olur gül adı olanda da. Elçin sualların cavablarını tapdı. Buradakı Elçin sözü təkcə xüsusi isimdir. Başqa ümumi işlətmək mümkün deyil. Mehriban sinifin ən savadlı şagirdidir. Buradakı Mehriban sözü xüsusi isimdir. Kim sinifin ən savadlı şagirdidir? Mehriban. Həmçinin mehriban dostlar, mehriban insanlar sözündə isə mehriban necə sualına cavab verən sifətdir. Ona görə cavabımız elə D variantı olur. Keçirik 14-ə. Deyir, toplu isimləri müəyyən edin. Uşaqlar, toplu isimlərimiz nə idi? Toplu isimlərimiz tərkibində çoxluq anlamı bildirən, yəni üzərində heç bir şəkilçi olmadan o sözü eşidəndə çoxluq anlamı bildirən isimlərimizdir. A variantında ana, əhali, qoyun. Ana sözünə görə A-nı çıxırıq. B variantında ordu, xalq, ilxı. Burada uşaqlar toplu isimlər. Ordu bilirik ki, toplu isimdir, çoxlu əsgərlər deməkdir. Xalq yenə toplu isimdir, çoxlu nə deməkdir? Çoxlu cəmaət deməkdir, xalqımızın nümayəndələri, insan deməkdir. Yenə ilxı da çoxlu atlar olan, yəni belə deyək də, at qrupuna da ilxı deyilir. Atın sürüsünə də ilxı deyilir. Ona görə cavabımız B variantıdır. 15-ə baxaq. Deyir, hansı cümlədə iştirak edən şəxs əvəzliyində tələffüz zamanı səs dəyişimi baş verir? Hansı cümlədə iştirak edən şəxs əvəzliyində tələffüz zamanı səs dəyişimi baş verir? Gəlin baxaq, şəxs əvəzliyində səs dəyişimi. Hər kəs əkdiyini biçər dünyada. Buradakı şəxs əvəzliyimiz var? Yoxdur. A variantında şəxs əvəzliyimiz yoxdur. B-yə baxaq. Məndən ona gedən yollar çoxdan qapanıb. Uşaqlar, məndən sözündə mən şəxs əvəzliyidir və onu tələffüz edən zaman məndən ona gedən yollar deyirik. Ona görə cavabımız da elə B variantı olacaq. Siz bizim gələcəyimizsiniz deyirsə, uşaqlar, buradakı siz şəxs əvəzliyidir, amma heç bir dəyişiklik yoxdur. Ona baxanda ən xoş xatirələr gözümün önündə canlanırdı. Burada da yenə nədir? Ona sözü o şəxs əvəzliyidir, amma heç bir dəyişiklik yoxdur. Ona görə cavabımız B variantı. Keçək test 16-ya. Hansı cümlədə quruluşca sadə isim mənsubiyyət və xəbərli şəkilçisini qəbul etmişdir? Demək nədir? Hansı cümlədə quruluşca sadə isim mənsubiyyət və xəbərli? Deməli, sadə isim axtarmalıyıq və üzərində mənsubiyyət və xəbərli şəkilçisi olmalıdır. Gəlin cümlələri bir-bir oxuyaq. Baxaq görək. A variantında imtahan zalındakı şagirdlərə kitabçalar paylandı. Birinci cümlədəki isimlərə baxaq. İmtahan sözü isimdir. Nə sualına cavab verir, amma üzərində şəkilçi yoxdur. Zal isimdir. Zalındakı olanda dakı-dəki nədir uşaqlar? Bilirik ki, leksik şəkilçidir. Bunu da götürmürük. Şagirdlərə şagird sözün kökü lər cəm şəkilçisidir. Bizə cəm demir, mənsubiyyət və xəbərlik deyir. Kitabçalardakı kitab sözün kökü ça leksiklar da bizim cəm şəkilçimiz.
Demək uşaqlar, keçdik test 11-ə. Nə deyir bizdə? 17-yə. Deyir, biri mürəkkəb zərfdir. Bilirsiniz ki, zərf olması üçün nəyə aid olmalıdır? Hərəkətə aid olmalıdır. Gəlin sözlərimizin qarşısına hərəkət və yaxud isim qoyaq. Görək hansına uyğun gəlir. Rəngbərəng sözü. Rəngbərəng sözü, rəngbərəng güllər, rəngbərəng kağızlar. Gördüyünüz kimi ismə aiddir. Demək bu zərf deyil. Sifətdir. B variantına baxaq. Dalbadal nə uyğun gəlir uşaqlar? Oxumaq, dalbadal oturmaq, dalbadal yazmaq, dalbadal qaçmaq. Deməli, elə cavabımız zərf olması üçün B variantıdır. Yəni, hərəkətə aid olan mürəkkəb zərfdir. Test 18-ə baxaq. Deyir, uyğunluğu müəyyən eləyin. Mürəkkəb isimimiz, əvəzliyimiz, sifətimiz və zərfimiz var. Gəlin baxaq tez-tez sözünə. Gəlin baxaq. Deyir ki, tez-tez oxumaq, tez-tez danışmaq, tez-tez qaçmaq. Deməli, bu nədir? Mürəkkəb zərfdir. Deməli, bir uyğun olacaq D-yə, bir D-yə uyğun olan cavabımız A və B-dir. O birlərə baxaq. Qaça-qaç nə sualına cavab verir uşaqlar? Qaça-qaç düşdü. Nə düşdü? Bu isimdir, yadımızda qalsın. İki ismə aiddir. Yəni, qaça-qaç mürəkkəb nədir? İsimdir. A-ya uyğun olacaq. İkimiz A-dır. A variantında da B variantında da elədir. 3-ə baxaq. Cürbəcür. Gəlin yenə qarşısına cürbəcür nə ola bilər? Meyvələr, söhbətlər, nə bilim quşlar və s. Nədir uşaqlar? Necə quşlar, necə meyvələr, necə sualına cavab verir və qarşısında isim var. Deməli, sifətdir. Olacaq sifətə aid. Yəni, üçümüz aid olacaq C-yə. 3C-də olan A variantımızdır. Hər kəs isə uşaqlar mürəkkəb əvəzlikdir. Ona görə cavabımız A variantı. Test 19-a baxaq. Deyir, biri səhv yazılıb. Körpəcə, kəmşirin, tünd yaşıl və dümağ sözləri. Körpəcə, cacə, şəkilçidir, bitişik yazılmalıdır. Kəmşirin, kəm bitişik yazılmalıdır. Dümağ da düm bitişik yazılmalıdır. Amma tünd yaşıl sözü defisinə yazılmalıdır. Ona görə cavabımız C variantı. Keçək 20-yə. Milli şəkilçini müəyyən edin. Uşaqlar, yadımızda qalsın ki, bizim bütün qrammatik şəkilçilərimiz milli şəkilçilərdir. Ona görə 20-dəki A imiz şəkilçisi, mənsubiyyət şəkilçisidir və milli şəkilçidir. Test 21-ə baxaq. Hansı birləşmədə altına xətt çəkilmiş söz isimdir, deyir. Uşaqlar, yadda saxlamaq lazımdır ki, bizim bəzi isimlərimiz var ki, qarşısına başqa isimlə işlədiləndə necə sualına cavab verməyi sevir, xoşlayır. Bu cür isimləri biz qarışdıra bilərik sifətlərlə. Amma bunlar hansı isimlərdir? Yadınızda qalsın. Taxta, daş, kərpic, ondan sonra yun, dəmir, ondan sonra saxsı, torpaq və s. sözlərimiz var ki, bunlar isimdir. Amma qarşısında başqa isim gələndə necə sualına cavab verə bilir? Bax, məsəl üçün deyirik ki, taxta qaşıq, fikir verdiyiniz və yaxud taxta qapı. Üzr istəyirəm uşaqlar, demək dedik ki, nə? Taxta qaşıq, taxta qapı. Görürsünüz, burada elə taxta qapı sözdür. Taxta normalda nədir? İsimdir. Nə sualına cavab verir? Taxta nə? Dəmir nə? Ondan sonra yun nə? Pambıq və s. Ancaq bunlar bəzən qarşısındakı isimlə bir yerdə necə sualına cavab verir? Bunlara sifətləşmiş isimlər deyilir. Amma morfoloji cəhətdən onlar yenə də isimdir. Ona görə cavabımız D variantıdır. Test 22-yə baxaq. Hansı cümlə işarə əvəzliyi ilə başlayır? Uşaqlar, yadımızda qalsın ki, işarə əvəzliyimiz o və budur. Amma həm də o əvəzliyimiz bizim nədir? Şəxs əvəzliyi ola bilir. Əgər cümlədə o kim sualına cavab verirsə, şəxs əvəzliyidir. Hansı sualına cavab verirsə, işarə əvəzliyidir. Gəlin baxaq. O mənim qardaşımdır. Kim mənim qardaşımdır? O. Deməli, A-da şəxsdir. O dünən gördüyüm şəxsdir. Kim dünən gördüyüm şəxsdir? O. O hər şeyi yaxşı bilir. Kim hər şeyi yaxşı bilir? O. Amma indi baxaq, o bina 1990-cı ildə tikilib. Kim bina deyə bilirik? Xeyr, hansı bina 1990-cı ildə tikilib? O bina. Deməli, burada hansı sualına cavab verdiyinə görə işarə əvəzliyimiz elə D variantındadır. 23-ə baxaq. Təyin əvəzli işlənən cümləni müəyyən edin. Uşaqlar, biz əvəzlikləri əzbər bilməliyik. Təyin əvəzliyimiz hər, öz, bütün, filan və s.dir. Bizim təyin əvəzliklərimiz o rəfdən kitab götürdü. Bayaq dediyimiz kimi o həm işarə, həm də şəxs əvəzli ola bilir. A-nı çıxdıq. Hər işə məsuliyyətlə yanaşmaq lazımdır. B-ni yadda saxlayaq. C-yə baxaq. Hər kəs, uşaqlar, yadda saxlayaq ki, hər kəs, heç kim. Bunlar qeyri-müəyyən
əvəzliklərimizdir. Ona görə C-ni də çıxırıq. Bu binada biz çoxdan yaşayırıq. Bu və biz şəxsdir. Bu isə işarədir. Ona görə D-ni də çıxırıq. Cavabımız B variantıdır. Hər işə məsuliyyətlə yanaşmaq. Buradakı hər sözü bizim təyini əvəzliyimizdir. 24-ə baxaq. Səhv fikri müəyyən edin. Deyir, toplu isimlər cəmlənə bilir. Bəli uşaqlar, toplu isim başqadır, cəm isim başqadır. Cəm isim olması üçün üzərində nə var? Lailər şəkilçisi olmalıdır. Bizim bəzi istisnalarımız olmaqla toplu isimlərimiz üzərində lailər şəkilçisi qəbul edə bilirik, deməli cəmlənə bilirlər. Əsas nitq hissələri quruluşda 3 yerə bölünür. Tək əsaslar yox, ümumiyyətlə nitq hissələri quruluşda 3 yerə bölünür. Sadə, düzəltmə, mürəkkəb, hələ ki cavab olaraq. Yəni bunu düz olaraq götürək. Say, miqdar və sıra sifət, əlamət və keyfiyyət bildirir. Bəli, bizim sifətlərimiz əlamət və keyfiyyət bildirir. Saylarımız isə miqdar sayları var, kəsir saylarımız var, sıra saylarımız var. Yəni, kəsir saylarımız da miqdar saylarımızın bir növüdür. Ona görə bəli, miqdar və sıra bildirir saylarımız. İndi deyir ki, ümumi isimlər xüsusi isə keçə bildiyi halda xüsusi isimlər ümumi isimə keçə bilmir. Keçə bilir. Necə ki, məsəl üçün, mən Lalə sözünü xüsusi isim olaraq istifadə elədiyim kimi, lalə sözünü ümumi isim olaraq da istifadə edə bilirəm. Elə səhv fikrimiz D variantıdır. Gəlin 25-ə baxaq. Şeir parçası ilə bağlı səhv fikri müəyyən edin. Dağ döşündə bənövşə, qoymaram bağrı pişə. Yar yolunda ağlamaq mənə olubdu peşə. Baxın, burada gəlin baxaq. Deyir A. Üçüncü misrada feilin təsriflənməyən forması işlənir. Uşaqlar, biz bilirik ki, feilin 3 dənə təsriflənməyən forması var. Feili sifət, feili bağlama və məstər. Məstər də maqməqin köməyi ilə yaranır. Üçüncü məstərə yar yolunda ağlamaq, maqməq var, deməli düzdür. Sonra şeirdə qeyri-müəyyən yiyəli hallı sözlər iştirak edir. Yuxarıda sizə izah eləmişdim ki, qeyri-müəyyənlik, yəni üzərində yiyəli halın şəkilçisi olmur, amma bərpa eləmək mümkün olur. Baxın, dağ döşündə, dağın döşündə. Mümkündürmü? Bəli. Deməli, B variantı da düzdür. Burada həmçinin yar yolunda, yarın yolunda da demək mümkündür. 4-cü misrada yönlü hallı isim var. Gəlin 4-cü misranı oxuyaq. Mənə olubdu peşə. Uşaqlar, burada mənə sözündəki ə yönlü haldır. Amma bu isim olmadığına görə bizim cavabımız elə C variantı da olur. Əziz uşaqlar, bu cür, belə deyək, izahların çox gəlməyini istəyirsinizsə, siz də kanalımızı dəstəkləyin, hər bir yerdə paylaşın, videoları bəyənin və daha çox şagirdin qarşısına çıxmağına siz də vəsilə olun. Bir də uşaqlar, mənim ödənişli dərslərimdən və yararlanmaq üçün 055 858 99 44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hələlik sağ olun.